Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Bugün sizlərə MİQ və sertifikasiya imtahanına hazırlaşan müdavimlər və müəllimlər üçün 5 mətn sualı təqdim edəcəm və onların izahlarını verəcəm. İzaha keçmədən əvvəl belə bir xatırlatma eləyim. Bildiyimiz kimi Instagram səhifəmizdə də məlumat vermişdik. Mart ayından bizim sınaq qruplarımız fəaliyyət göstərir. Həftəlik sınaq qrupları əsasən mətn əsasında formalaşır, yəni sınaqlar daha çox mətn üzərində qurulub. Həftədə 2 sınaq atılır, hər sınaqda 10 mətn sualı verilir və bunların hər birinin izahı sizlərə təqdim olunur. Bundan əlavə ayda bir dəfə 25 suallıq, yəni MİQ çərçivə sənədinə uyğun Azərbaycan dili fənnindən sınaq təqdim olunacaq inşallah. Burada 10 mətn sualı olur burada və 13 qrammatika sualları olacaq və bunların da hər birinin izahı veriləcək. Yəni bu sınaq qrupları haqqında əlavə məlumat istəyənlər bu nömrə ilə əlaqə saxlaya bilərlər. 077 271 271. Yəni bu nömrə WhatsApp-na yazıb məlumat əldə edə bilərlər. Keçək suallarımıza. Birinci sual. Titanik gəmisinin batdığını görmək üçün sualtı qayıqla yola çıxan 5 nəfərin sualtı qayığın içində həyatını itirməsindən sonra diqqət çəkən detallar üzə çıxmağa davam edir. Sualtı qayıq şirkətinin CEO-su Stockton Rush'ın həyat yoldaşının 1912-ci ildə batan Titanikdə ölən bir cütlüyün nəslindən gəldiyi ortaya çıxarkən, milyarder atası ilə birlikdə həyatını itirən 19 yaşlı Pakistanlı Süleyman Davudun əslində bu dalışa qatılmaq istəmədiyi məlum olub. Faciədə həlak olan 77 yaşlı fransız səyyah isə səyahətə çıxmamışdan əvvəl əgər sualtı qayıqda köməksiz qalsalar, sərnişinlərin necə öləcəyindən danışıb. Gəlin görək sualda nə deyir? Bu mətnin mövzusu aşağıdakılardan hansıdır? Ümumiyyətlə, mətndə əsas məqsəd, əsas məqam nələrdir ona baxaq. Yəni, bu Titanikin batdığını görmək üçün yola çıxan və sualtı qayıqda həlak olan şəxslərlə bağlı yeni ortaya çıxan maraqlı faktları təqdim etməkdir. Yəni, bu mətnin nə məqsədlə yazılıb? Bu faciədə rəhmətə etmiş insanlarla bağlı maraqlı detallar. Məqalədə nədən bəhs olunur? CEO Stockton Rush'ın həyat yoldaşının Titanikdə ölən bir cütlüyün nəslindən olduğu vurğulanır. 19 yaşlı Davudun əslində bu səfərə qatılmaq istəmədiyi vurğulanır. Fransız səyyahının qəza öncəsi yolcuların ölmə ehtimalı ilə bağlı danışdığı bildirilir. Yəni, bu məlumatlar hamısı qəza qurbanları ilə bağlı diqqət çəkən detallardır. Baxaq görək indi burada cavab nədir? Məsələn, A bəndinə baxaq. Titanik gəmisinin qalıqlarını müşahidə etmək istəyinin qeyri-adi faciəvi nəticələri. Əslində bu variant qismən uyğun olsa da əsas diqqət qəzanın nəticələri deyil. Yəni qəza qəhrəmanları haqqında, belə deyəcək, qəzada həlak olanların haqqında bağlı maraqlı detallara yönəlib. Burada nəticəyə yönəlib, zaten hamısı nəticəsi həlak olublar. Düzdür, amma burada mətnin yazılma məqsədi nədir? Bu faciədə həlak olanların həyatı ilə bağlı maraqlı detallardır. Demək, nəticə əlaqəsi yoxdur burada. B. Sualtı qayıqda həyatını itirən sərnişinlərin yeni öyrənilən dalış məqsədləri. Yenə burada heç bir məqsəddən danışılmır, heç bir şey verilmir. Sadəcə dediyimiz kimi həyatından bir parça maraqlı detallar verilib. Batmış Titanik gəmisini görmək istəyənlərin qarşılaşdığı çətinliklər, yenə burada heç bir çətinlikdən söhbət getmir. Titanik gəmisinin qalıqlarını görə bilmək üçün yola çıxanların arzuları, burada dediyimiz kimi arzular deyil, sadəcə həyatları ilə bağlı maraqlı faktlar verilib. Sualtı qayıq qəzasında həyatını itirənlərlə bağlı diqqət çəkən məlumatlar, bəli, burada əsas mövzu Y variantındakı fikirdə öz əksini tapıb, mətnin mövzusu Y bəndində vurğulanıb. Sualın cavabı olur Y variantı. Gəlir ikinci sual. Rəqəmsal detoks internetlə zərərli münasibətdə olduqlarını anlayan ev yoldaşları Lea və Manonun 30 günlük rəqəmsal detoks edib bundan xilas olmağa qərar verdiyi bir filmdən ibarət deyil. Rəqəmsal detoks psixoloji baxımdan özümüzü yaxşı hiss etməyimizə də kömək edir. Bir araşdırmada iştirakçılar 3 gün ərzində zəruri hallar istisna olmaqla mobil telefonlarından istifadə etmədilər. Araşdırmanın sonunda əksər iştirakçılar müasir dövrdə internet və telefondan tamamilə imtina etməyin mümkün olmadığını, lakin
texnologiyadan istifadə müddətini məhdudlaşdırmağın, həyatlarında yuxu rejimi yaratmaq, müxtəlif fəaliyyətlərə vaxt ayırmaq və üz-üzə ünsiyyət artırmaq kimi bir sıra müsbət təsirlərin olduğunu vurğuladılar. Bu mətndən hansı nəticəyə gəlmək olar? Gəlin əvvəlcə mətndə nədən bəhs olunduğunu vurğulayaq. Mətndə rəqəmsal detoksun insan psixologiyasına və gündəlik həyatına müsbət təsirindən bəhs olunur. Yəni rəqəmsal detoksun insan həyatında faydalarından bəhs olunur. Xüsusilə də aşağıdakı məqamlar vurğulanır. 1. İştirakçılar tamamilə texnologiyasız qalmayıblar, yəni zəruri hallarda bunlar istifadə eləyiblər. Sadəcə istifadə müddətini məhdudlaşdırıblar. Araşdırmanın nəticəsində texnologiya istifadəsini azaltmağın həyat keyfiyyətinə müsbət təsir etdiyi bildirilib. Yəni burada vurğulayır ki, yuxu rejimini qaydaya salıblar, müxtəlif fəaliyyətlərə vaxt ayırıblar, bir də əsasən üz-üzə ünsiyyətlərini artırıblar. Yəni bu məqamlar rəqəmsal cihazdan tamamilə uzaq qalmaq deyil, onlardan yalnız zəruri hallarda istifadə etməyin gətirdiyi faydalara diqqət çəkir. Düzdür, yəni əsas məsələ dediyimiz kimi tamamilə uzaq qalmaq deyil, onlardan yalnız zəruri hallarda istifadə etməyin gətirdiyi faydalara diqqət çəkir ki, bu fikir də D variantı öz əksini tapıb. Baxın bura, rəqəmsal vasitələrdən yalnız zəruri hallarda istifadə etməyin qazandırdığı faydalar. Yəni sualın cavabı olacaq D variantı. Məsələn, A bəndi niyə olmur? Baxaq ona. Məsələn, deyir ki, internet asıllığının insanın sosial xüsusiyyətlərinə mənfi təsiri. Mətndə internetin sosial təsirləri deyil, texnologiyadan məhdud istifadə etməyin müsbət nəticələri vurğulanır. Yəni burada mənfi təsirdən söhbət getmir ki, düzdür, yəni orada sadalanmır ki, bu mənfi təsirlər olmur. Yəni biz bunlara görə mənfi təsir qərar almaraq ki, texnologiyanın təsiri budur, internetin fəsadları budur deyə bilmərik. Sadəcə mətndə nə verib bizə? Bəli, zəruri hallarda istifadə etsək hansı faydaları qazanırıq, bizə bunu göstərib. B-yə baxaq. Rəqəmsal cihazlardan tamamilə uzaq qalmağın doğura biləcəyi müsbət davranışlar. Burada tamamilə uzaq qalmaq söhbəti getmir, zəruri hallarda istisna olmaqdan söhbət gedir. Ona görə də B variantı heç olmayacaq. Rəqəmsal cihazların insan həyatından tamamilə çıxmasının doğurduğu kəskin nəticələr. Yenə dediyimiz kimi, burada tamamilə çıxmaqdan söhbət getmir. Yəni doğurduğu kəskin nəticələrdən də söhbət getmir. Düzdür, yəni bunun sayəsində deyil, yəni zəruri hallarda istifadə edir, istifadə müddətini azaldaraq bu faydalar haqqında danışırlar. Tamamilə nədir? İmtina etməkdən söhbət getmir. Bunda çıxdıq. D-ni dedik. Y-yə baxaq. Müəyyən müddət ekranlardan uzaq qalan iştirakçıların fərqli yanaşmalarını dəstəkləyən fikirlər. Burada fikir versəz, bu fərqli yanaşmalar deyil. İmtina etməmək olmadan, lakin texnologiyanın istifadə iştirakçıların müasir dövrdə əksər iştirakçıların qərara gəldiyi nəticələrdir. Yəni bunlar fərqli yanaşmalar deyil, ortaq yanaşmalardan söhbət. Yəni iştirakçılar fərqli nəticələr deyil, əsasən ortaq müsbət nəticələr vurğulayıblar ki, 1. Yuxu rejiminə fayda qatıblar, 2. Müxtəlif fəaliyyətlərə vaxt ayıra biliblər, 3. Bir-birlərindən ünsiyyət nədir? Qurmağa vaxt ayırıblar. Deməli, bu da fərqli yanaşma deyil, əslində ortaq yanaşmanın nəticəsidir. Yəni bu mətndən hansı nəticəyə gəlmək olar? Bu mətndən o nəticəyə gəlmək olar ki, rəqəmsal vasitələrdən yalnız zəruri hallarda istifadə etməyin qazandırdığı faydalar fikrini nəticə hesab eləyə bilərik. Cavab olur D variantı. Gələrik 3-cü suala. Bu səhər özümü qəmgin hiss edirəm. Evim, paltarlarım, kitablarım, ətirlərim yerindədir. Amma gözlərimi sildikcə əşyalarım dağılır. Sanki kimsəsiz bir səhranın ortasında qalıram. Soyuq və dərin bir təkliyə düşürəm. Kaş ki, deyirəm, kaş ki, elə etməyəydim, qışqırıb bağırmayaydım, yuyunmağa keçirəm. Üzümə sərin su vurduqca özümə gəlirəm. Amma çox keçmir ki, yenidən dağınıq hiss edirəm. Sonra evimlə mübarizə aparıram. Divarlar genişlənir, tavan yüksəlir. Pərdələr sıxılıb kənara çəkilir. Bütün əşyalar üzünü turşudur. Hər səhər başqa bir otel otağında gözünü açan insanların yurt həsrətini, sevinsizliyini və narahatlığını yenidən yaşayıram. Bu sözləri deyən roman qəhrəmanı ruh halının ən yaxşı ifadə edən sözlər hansıdır? Yəni birincisi bədbindir. Aydın oldu, yəni bədbin. Fikir versə bu insan bədbindir, yəni bədbin, bədbəxt kimi düşünə bilərik. Düzdür, yəni bəli, bunu bir növ bədbəxt kimi düşünə bilərik. Bir də burada baxın, elə cavab vurğulanan üçün peşmanlıq söhbət gəlir. Kaş ki deyirəm, elə etməyəydim, qışqırıb bağırmayaydım. Burada bir növdə nə var? Peşmanlıq nədir vurğulanan? Yəni mətnin əsas hissələrinə baxsaq ümumiyyətlə, danışan şəxs özünü tənha, dağınıq, peşman hiss eləyir. O səhərlər öz evində olduğu halda sanki yad bir yerdədir, sanki kimsəsiz bir səhranın ortasında qalıram, vurğuluyor. Özünü rahat hiss eləmir.
Düzdür, soyuq və dərin bir təhliyə düşürəm. Ondan sonra mesela o dediğimiz kimi kaş ki deyirəm, kaş ki etməyəydim, qışqırıb bağırıram. Bu peşmanlığın nəticəsidir, peşman olduğunu göstərir. Digər tərəfdən qəhrəman bədbin və kədərli bir ruh halındadır. Düzdür, yuyunmağa keçirəm, üzümə sərin su vurduqca özümə gəlirəm. Amma çox keçmir ki, yenidən dağınıq hiss edirəm. Yəni bu bədbin ruh halıdır. Düzdür, o tək olduğunu hiss edir, yalnızlığını vurğulayır. Sonra dediyimiz kimi soyuq və dərin bir təkliyə düşürəm. Hər səhər başqa bir otel otağında gözünü açan kimi açan insanların sevincsizliğini yaşayıram. Cümlələri də onun bədbəxtlik içində olduğunu təsdiqləyir. Yəni dediyimiz kimi burada insanın, yəni bu mətndəki danışılan qəhrəmanın, roman qəhrəmanının ruh halı peşman və bədbəxt formasında ola bilər ki, bunu əks etdirən sözlər peşman və bədbəxtdir, cavab olur C variantı. Yəni digər bəndlər əsəbi, narahat, küskün, yorğun, səbirsiz, qəzəbli, ümidsiz, təşvişli sözləri ruh halını demək olar ki, əks etdirmir. Gəlirik 4-cü suala. Haqq yeməkdən, qanuna zidd bir iş görməkdən, kiminsə qəlbini qırmaq qorxusundan heç cür iş görə bilmirdi. İstəyirdi ki, bu masada onun əlindən çıxacaq iş təkcə qanuna deyil, həm də insanlıq və nəzakət qaydalarına uyğun olsun. Yəni, hər cəhətdən mükəmməl görünsün. O, bütün həyatını övladlarına düzgün fikirlər və yüksək əxlaq aşılamağa sərf etmişdi. Görəsən, yeni dövrün bu ab-havası, bu vəzifə dəyişikliyi, bu yeni qəsəbə, yeni qonşular onları da sarsıdacaqmı? Yaşlı ataya həyatının son çağında bir yarpağın düşməsini izləməkmi qismət olacaq? Bu qorxu onu əvvəllər də dəfələrlə yoxlamışdı. Lakin heç vaxt indiki qədər yaxın və təhlükəli görünməmişdi. Ey Rəbbim, övladlarımı qoru, deyə əllərini göyə açır və dua edirdi. Bu cür təsvir edilən qəhrəmanın canlandırıldığı romanda nədən bəhs edilər? Yəni, burada gördüyümüz bir obraz haqqında danışılır. Bu cür təsvir olunan bu obrazın canlandırıldığı romanda nədən bəhs edilər sizcə? Gəlin, baxaq. Ümumiyyətlə, parçadakı əsas fikrin qəhrəmanı əxlaqlı, vicdanlı və ehtiyatlı bir insan olması üzərində qurulub. Düzdür, çünki ehtiyat eləyir. Bax, bu masada oturacaq, yəni çıxaracaq qərarlar təkcə qanundan deyil, həm də insanlıq və nəzakət qaydalarına uyğun olsun. Məsələn, tutaq ki, onun düşüncələri və narahatlıqları diqqət mərkəzindədir. Nə düşünür? Haqq yeməkdən, qanuna zidd bir iş görməkdən qorxur. Qəhrəmanın dürüst və prinsipial bir insan olduğu aydın olur. Yəni, haqq yeməkdən və qanuna zidd bir iş görməkdən qorxur. Düzdür? Yəni, bu bir prinsipial adamdır və dürüst insandır. Övladlarını düzgün tərbiyə etməyə çalışır. Ailəsinə dərin bağlılığı var. Bunu göstərə bilərik. Düzdür, övladlarını düzgün tərbiyə etməyə insan bu ailə bağlılığından söhbət gedir. Düzdürmü? Yəni, bu artıq insan olğun bir insandan söhbət edir. Yeni mühit və yeni insanlar onu narahat edir. Deməli, o yeni bir yerə köçüb, bax, yeni mühit və yeni qonşuluqdan söhbət gedir. Bu yeni qəsəbə, yeni qonşular onları da sarsıdır. Deməli, burada artıq yeni yerə köçüb, düzdür və bu dəyişiklik onu qayğılandırır, narahat edir. Ey Rəbbim, övladlarımı qoru deyə dua edir. Onun ən böyük qorxusu ailəsinə zərər gəlməsidir. Bu təsvirlər, ümumiyyətlə, gəlin belə diqqət ona baxaq görək hansı bənddə yer alıb. A bəndə baxaq. Həyatının son günlərini yaşadığını düşünən, övladlarını və ailəsini əlindən alan, keçmişi ilə hələ də barışmayan bədbəxt bir adamdan, ümumiyyətlə, qəhrəmanın keçmişi ilə mübarizə aparması barədə heç bir məlumat yoxdur. Sadəcə ailəsinin gələcəyindən narahat. Çünki yeni bir yerə köçüblər. Keçmişlə bağlı burada demək ki, bir mövzu yoxdur. Həyatı yalnız işləməkdən ibarət olan, ömrünü həftə sonu istirahətini gözləməklə keçirən, işinə daim laqeyd yanaşan, tənbəl və kobud bir məmurdan. Əksinə, çox məsuliyyətli və vicdanlı insandır. Yəni, buradan heç bir tənbəlliyindən söhbət getmir. Çünki bütün işində məsuliyyətli olmağa, həm insanlığa, yəni həm qanuna, həm də insanlığa faydalı olmaq üçün çalışan bir insandır. Ona da çıxdıq. Hər şeyi sorğulayan, dedikləri anlaşılmayan, dərk edilməsi çətin, azad ruhlu, rahat, heç nədən qorxmayan, qeyri-adi, tənbəl bir adamın dünyasından yenə əlaqəsiz bir şeydir. Yəni, qeyri-adi, qorxusuz deyil, əksinə çox ehtiyatlı və narahat bir insandır. Yəni, burada belə deyək ki, vurdum duymaz deyil də, yəni ancaq özünü düşünən biri deyil, yəni bu da əlaqəsiz bir şeydir. Yeni təyin olduğu vəzifə yerində bağlı olduğu ailə üzvlərinə zərər deyə biləcəyi qorxusu yaşayan, əxlaqlı, məsuliyyətli və yaşlı bir dövlət məmurundan. Sağ ol, bax elə məsələ buradadır. Sağ elə bu olacaq. Bəli, bizim cavabımız bu olacaq. Çünki başdan ayağa mətndə oxuduğumuz bütün xüsusiyyətlər burada öz əksini tapır. Yeni təyin olunub vəzifədə, düzdür.
vəzifə yerində bağlı olduğu ailə üzvlərinə zərər deyə biləcəyi qorxusu yaşayır, əxlaqlı, məsuliyyətli və yaşlı bir dövlət məmurundan gedir. Bu olacaq cavab. Y-yə baxaq. Rahat həyat sürmək üçün xaricə köçmüş, böyük şəhərlərin sonsuz izdihamında özünü itirmiş bir qürbətçidən, yenə də burada bir qürbətçidən söhbət getmir. Düzdür, yəni bu barədə fikir yoxdur. Sualın doğru cavabı olacaq D variant. Yəni, yuxarıdakı mətndə təsvir edilən qəhrəmanın canlandırıldığı romanda yeni təyin olduğu vəzifə yerində bağlı olduğu ailə üzvlərinə zərər deyə biləcəyi qorxusu yaşayan, əxlaqlı, məsuliyyətli və rahat həyat sürmək üçün xaricə köçmüş yaşlı bir dövlət məmurundan gedir. Cavab olur D variantı. Y bəndi ilə əlaqəsi yoxdur. Gəlirik 5-ci suala. Bir YouTube ulduzunun videolarında şəxsi təcrübələrindən, keçmişindən bəhs etməsi, duyğularını ifadə etməsi kimi hərəkətlər izləyici ilə olan qarşılıqlı əlaqələrini və bağlarını gücləndirən bir haldır. İzləyicilərin çox baxdığı və dərin bağ qurduğu videoların demək olar ki, hamısında YouTube ulduzlarının 95,3% nisbətində duyğularından bəhs etdikləri müşahidə olunub. Videoların 96,5%-də izləyicilərlə birbaşa göz təması qurduğunu görülür. 92,9% nisbətində danışıqlara gündəlik söhbətə başlayan kimi başlanılır, hal-əhval soruşulur. Göz təması və gündəlik danışıq tərzi kimi elementlər YouTube ulduzları ilə üz-üzə danışırmış hissi yaradan, izləyicidə asıllıq yaradan ən vacib davranışlar kimi ortaya çıxır. Bu mətndə YouTube ulduzlarının videolarının çox izlənməsinin səbəbləri ilə bağlı olaraq fikirlərinin hansını deyə bilərik? Bəli, gördüyümüz kimi burada 95 duyğularından bəhs eləyiblər. Düzdür, sonra birbaşa izləyicilərlə birbaşa göz təması qurublar. Sonra normal danışır kimi onlarla həl-əhval tutaraq başlamaları. Yəni, bu nəticələrə gəlsək, gündəlik danışıq dilindən istifadə etmək, yəni həl-əhval tutaraq başlamaq qeyd edə bilərik. İzləyicilərlə göz təması qururlar, bunu qeyd edə bilərik. Nələr hiss etdiklərini izah edirlər, bəli, öz duyğu və düşüncələrini, bəhs etdiklərini müşahidə olunub, bunu deyə bilərik. Bu mətnə əsasən bunların hər üçünü vurğulaya bilər. Biz deyə bilərik ki, burada gündəlik danışıq dili, yəni ünsiyyət, hal-əhval soruşumla bunu adiləşdiriblər. İzləyicilərlə göz təması qurublar və nələr hiss etdiklərini izah ediblər. Sualın cavabı olacaq hər üçü Y variantı. Bəli, əziz izləyicilər, bunu da yekunlaşdırdıq. Daha maraqlı mətnlər işləmək istəyirsinizsə, dediyim kimi bizim sınaq qruplarımıza qoşula bilərsiniz. Bu sınaq qrupları ümid edirəm ki, sizlərin əsas imtahanda faydalı olacağını şübhə etməyə bilərsiniz. Yenə sonunda nömrəni qeyd edək. Qoşulmaq istəyənlər və əlavə məlumat almaq istəyənlər bu nömrə ilə WhatsApp-dan əlaqə saxlaya bilərlər. Sağ olun, növbəti nümunə sınaqlarında görüşmək ümidi ilə.